Good morning. Sabahınız xeyir qızlar. Arxadan yenə bir reklam keçdi. Necəsiniz? Bugün yeni bir vloqa başlayırıq. Əslində saat biraz gecdir. 11-ə işləyib hardasa. 11-ə işləyib. Saat 11-dir. 12-yə 1 dəqiqə işləyib. Biraz gec başlamışam günə. Çünki Temu videosunu paylaşırdım. Çoxlu qəşəng rəylər yazmısınız. Çox sağ olun. İndi isə ilk işimiz bu dırnaqlarımı görürsüz. Amma bunu görmürsünüz. Niyə? Çünki bu dırnaqlarım düşüb. Birinci bu dırnaqları yapışdırırıq və arxada bir şey görürsünüz. Mən ilk qlobal əməkdaşlıq təklifini aldım, belə deyim. Çox sevincliyəm, çox şadam. Bu PR Box-dur, Cosrx-dən gəlib. Cosrx Koreya məhsulları markasıdır. Çox sevinirəm həqiqətən. Hələ açmamışam. Bir yerdə açarıq. Sadəcə 2 baş barmağım düşüb, onları taxacağam. Burada kimsə videonun rəy yazdı ki, Azərbaycana bu Temu videosunda paylaşdığım Ariel və Finish Azərbaycana gəlmir. Onu mən bilmirdim. Əslində mən də biraz şübhələndim. Niyə? Çünki mən bütün məhsulların linkini kopyalayıb yapışdırıram sizin üçün rahat tapa biləsiniz deyə. Amma o Ariel ilə Finish'in linkini tapa bilmədim. Mən də kodunu götürdüm, yapışdırdım. İndi deyirlər ki, deyəsən Azərbaycana çatdırılma yoxdur. Bu arada bəlkə sizə maraqlı olar ki, bu marafon glutensiz, laktozsuz, şəkərsiz həyat marafonu necə gedir? Bir dənə dünən darçınlı kofemi içdim. Onu sizə demişdim onsuz da. Yakobs'dan aldığım çox ləzzətli idi. Onu saymasaq çox yaxşı gedir. Deyərəm sizə ölçülərini. Əvvəl neçə santimetr idi, axır neçə santimetr oldu. 2 həftə sonra bunu danışarıq. Şu dırnaqlarım da hazırdır. İndi gedək görək nə yeyəcəyik. Bugün Halloween bayramıdır. Ona görə qızlarla çölə çıxmaq istəyirik axşam. Ona görə bir Halloween makiyajı eləyəcəm bugün. Amma birinci idmana getməliyik. Sonra gəlməliyəm, hazırlaşmalıyam. Sonra PR paketi açmalıyam. İşimiz uzundur. Getdik. İndi səhər yeməyi yeyəcəyik. Dünəndən hazırladığım lavaş var. Bunu heç nəsiz eləmişəm. Bax yulafla, sudan sadəcə. Yəni resepti oydu. Mən sadəcə içinə əlavə kətan toxumu, bir də kia toxumu qatmışam. Bu belə qəşəng, normal lavaşlar olub belə. Hər ölçüdə. Təbii ki, ölçüsün hərəsini bir ölçü eləmişəm. Bunu qəşəng qoyuram bura. Sonra laktozsuz kəsmiyim var. Belə qabığını göstərmək üçün bunu göstərdim. Biraz bundan qalıb bundan qoyacağam. Əslində bunun içinə yumurta falan da qoya bilərsiniz. Sadəcə mən indi ürəyim istəmir. Ona görə də sadəcə kəsmik qoyuram. Çox dadlı çörək alınır. Yəni bu həqiqətən bildiyiniz çox ləzzətli çörəkdir. Zavod çörəyindən 1000 dəfə yaxşıdır. Kəsmik idmana gedənlərin ən böyük qurtarıcısıdır da, yəni dəhşətli dərəcədə proteini var. Pomidoru biraz abartdım. Eyb yox, pomidor dadlı olur, çeri pomidor. Daha sonra üzərinə çox az duz, kök qoydum. Yanına da biraz üzümü qoyuram. Bu üzümlər bərkdir və şirindir, çox xoşuma gəlir. Sonra da bunu belə dürmələyirəm. Belə qalmır təəssüf ki, əlimdən tutmaq məcburiyyətindəyəm və yeyirəm. Çox ləzzətli olur, sizə də tövsiyə edirəm. Gyozanı güya mən bişirmək üçün soyucudan çıxartdım, amma çatdırıb bişirə bilmədim və qaldım növbəti günü bişirməyə. İdmana getdim, gəldim. Əslində idmana özümlə sizi də aparacaqdım. Təəssüf ki, kameranı evdə unutmuşam. Eyb yox. Gələn kimi də qəşəng kokteylimi içdim. Süd, banan, yulaf, protein tozu deyil, amma protein tərkibli bir vitamin tozu və bal, çox ləzzətli kokteyl aldım. Əslində artıq axşamdır demək olar ki, 5-ə qalıb. Mən gün boyu sadəcə idmana getmişəm, bir də bir-iki işim var idi, onları həll eləmişəm. Əslində sizə özümlə bərabər idmana aparacaqdım, amma unutdum. Kameramı evdə unutdum. Eybi yox. İndi çimdim, çıxdım. Saçımla nə edəcəm, hələ heç bir fikrim yoxdur və sadəcə 1 saat yarımım var. Makiyaj olaraq istəyirəm bu makiyajı eləyəm. Bilmirəm alınacaq ya yox, amma cəhd eləyəcəm bu makiyajı. Baxın, görürsünüz qız burada eləməyə çalışır, bir-bir də göstərir. Nəsə maral makiyajı. İndi bir-bir ona baxıb biz də eləyəcəyik, görək necə alınacaq. Və nəticə ümid edirəm olar. Ümid edirəm. Birinci üzün, təbii ki, üzümüzü, makiyajı əvvəlcə nəmləndirməliyik. Nə çox vurdum. Bir tərəfinə çox vurdum. Temu videosu artıq gün bitməyib, 3000-dən çox baxış yığıb. Bəlkə bu kimin üçünsə çox az bir miqdarda ola bilər. Mənim üçünsə çox dəyərlidir həqiqətən də. Təşəkkür edirəm baxdığınız üçün. Hamınızı çoxlu-çoxlu öpürəm. Vloqlar da bu qədər baxılsın. Amin. Üzümü də bu niasinamid ampulla nəmləndirirəm. Bunun düz burasına pirişik çıxıb, düz orasına. Bu da bir özəl gün makiyaj sayıldığı üçün Dior'un tananisini istifadə edirəm. Bu tanani tester olaraq gəlmişdi mənə, aldığım məhsulun üzərində. Amma bir 4-5 dəfə istifadə eləmişəm, o qədər bərəkətlidir ki. Belə dedim, bax indi içində qutarıb 100%. Edə 4-5 dəfə imiş, 6-cı yox imiş. Bu gedir bitənlərə. Biabırçılıq. Mən tananim olmadığını unutmuşam, yeri deyil ki, mənim tananim yoxdur.
Bu biraz qapatıcı var. Bunu da içində qurtarmalıdır. Bundan biraz var içində şükür. Bundan eləyəcəm. Bilirsiniz də bunların üstündə belə qapaq olur. Bunu açdıqca fırça içindəki məhsulu daha tez götürür belə. Hər yerim bugün mükəmməl olsun istəyirəm. Mən belə fərqli makiyajlar eləməyi əslində çox xoşlayıram. Bir ara shorts olaraq da eləyirdim əslində. Sonra niyəsə buraxdım. Biraz çox vurmuşam. Çox qəşəng qapatıcıdır. Bu Anastasia'nın o qədər gözəl qapatıcıdır ki, deyəsən biraz abartmışam mən sadəcə. Özümə bu ara makiyaj vasitələri almalıyam. Düşünürəm ki, yenə Shine-dan alacağam. Oradan aldıqlarım hər şey ümumiyyətlə çox yaxşı çıxır. Üzümdəki lazımsız hər şeyi örtürdü. Bir dənə örtülməli olan bu pişik örtülmədi. Eyb yox. Olsun gözümüncüğümüz. Çox az göz altlarını sabitləyirəm ki, dolmasın qırışlara. Yüngül darayacağım, çoxu bir şey eləməyəcəm. Onsuz da düzəltmə əvəzinə tayda batırır bu hər şeyi. Deyə bilərsiniz ki, bu qədər şikayət edirsən bundan, niyə atmırsan? Çünki mən israfa çox qarşıyam. Əgər bu mənə zərər vermirsə, düzdür, mükəmməl eləmir, amma qaşımı tökmür də, yəni zərər vermirsə, bunu sonuna qədər işlədirəm. Çünki bilmirəm, israf kimi gəlir mənə başqa cür. Deməli, bronzuru belə, bir də belə üçbucaq şəkildə gözünün üstünə gətirir, sonra bu burnundan belə qaldırır, bir də bura. İki gözünü üçbucaqla və burun hissəsini birləşdirir. Belə bir şey var məndə. Bunu da şıqlandan almışdım. Bu boz, düz qəhvəyi deyil, bozdur. Ümid edirəm işə yarayar. Sadəcə bunların odur ki, qaşları biraz yuxarıdır və gözünün üstünə rahat oynaya bilirəm. Qaşım o qədər yuxarı deyil, kaş olsa belə. Ona görə gözümün üstünə çəkim mən onu. Bu hissəni eləməyə çalışdım qızlar mən. Bilmirəm nə dərəcədə yaxşı oldu. Sadəcə bozdur. İndi qəhvəyi bir şey axtarıram ki. Bu qəhvəyidir. Bilsəydim əvvəldən buna elədim. Qəhvəyi ilə indi o bozun üstündən gedəcəm. Biraz daha qəhvəyi olsun deyə. Çünki qızda qəhvəyi idi. Çox da qəhvəyi olmadı qızlar. Kaş əvvəldən karandaşla eləyərdim. Bu boz çox özünə qapdırdı. Yəni olmadı qəhvəyi. Amma bir dənə də qəhvəyi bronzerim var. Onunla da yenə boz hissənin üstündən keçəcəm. Yəni maksimum. Çox da önəmli deyil, amma maksimum qəhvəyiləşdirməyə çalışıram. Həm tozla keçmək üstündən yaxşıdır, qalıcılığını artırır. Yəni qəhvəyiləşdirməsə də qaracılığını artırır da ən azından. Baloya gedəndə dediyim kimi, yəni inşallah hər kəs mən qədər özənər ki, küçədə hamı belə videolar, biabır olmaram. Amma keçən bayaq hamı özənmiş həqiqətən də. Belə bitdə idi. Belə ağ karandaşım var və ondan gözüm üçün çox az artıracağam sadəcə rəngini. Bu nöqtələri nə ilə qoyacağam onu bilmirəm. Bax o gözəl sualdır. O nöqtələri nə ilə qoyacağam. Daha sonra seçinə üzün adi makiyaj eləyir, bronzeri vurur. Sonra ağ nöqtələri qoyur. Yuxarı hissədən başlayır vurmağa. Çox yaymır. Belə biraz maral görüntüsü vermək üçün. Sadəcə başqa təmiz bir fırça ilə yayırıq. Ümid edirəm bu maral ceyran olduğunu bilir də. Çünki mən buradan baxanda bu dalmaçyan it olur. Bir onu da oxşadıram. Ümid edirəm siz oxşatmırsınız, tək mənəm oxşadan. Heç nə, bu ağ qələmlə, əslində bunun ucunu da artıq tonaliyə batırmışam. Bu ağ qələmlə eləməyə çalışacağam. Tapdım. Bu ağı burnunun üstünə birbaşa vuranda olmur. Amma bu bir dənə fırça var. Onun ucuna belə ki, çox topa şəkildə götürürəm. Və vururam bura. Baxın, indi olur. Bunun üçün biraz əməlli vaxt lazımdır mənə bunu bir-bir eləmək üçün. Amma neyniyək də eləyək. Ümid edirəm, ağ karandaş qurtarmaz ortada. Biabırçılığı olar. Və dadadadam. Bitirdim makiyajı. Öz fantaziyama çox güvənmədiyim üçün maksimum oxşatmağa çalışdım. Biraz bu hissələrin rəngi çox ağ olmadı. Amma məncə qalan hər şey okeydir, əladır. Bir də dodağıma paraladıqcı vuracağım. İki dodağın arasındakı fərqi görürsünüz. Hələ indi vurmuşam, həcmlənməyib. Sadəcə parlaqlığa baxın bir dənə. Qızlar, bu arada makiyaj eləyə bilməmək deyə bir şey olmadığını mən son bir ayda öyrəndim. Mən də əvvəl elə bilirdim ki, mən makiyaj eləyə bilmirəm, məndə alınmır falan. Halbuki baxanda, yəni videoya baxıb eynisini elədim, baxın. Videodakı qədər mükəmməl deyil, amma nəzərə alsaq ki, videoda da biraz filtrdən zıplayıblar. Amma belə baxıb eynisini eləyə bilərsiniz. Yəni gündəlik makiyajlarda da elədir. Baxın, eynisini eləyin, həqiqətən də olur. Məhsulun çox da bir önəmli fərqi yoxdur, yəni ucuzdur, bahadır. Düz o qalıcılığına, dəriyə ziyanına falan buna görə təsir edir. Amma ümumiyyətlə qəhvəyi rəng qəhvəyidir. Qaradır, qaradır. Yəni eyni makiyaj çıxır. Və mən hazır. Saçımızı görə nə edirik? Qərarsızam saçım barədə. İstəyirəm belə sadəcə yığım. Baxın belə bir şey. Keçi, amma hamısını yox da, yarım keçi. Bir ceviz ağacıyım Gülhane Parkında. Bildim necə eləyəcəm. Çocuklar.
Bunlar okeydir. Sadəcə istəyirəm şux dursun. Hələ indi saçım yaşdır da, birazdan daha qabaracaq, daha qəşəng olacaq. Necə oldum qızlar? Mən çox bəyəndim. Bir dənə buraları sabitləyəcəm biraz. Bu qaş üçün pis olsa da saç üçün əladır. Bilməm hatırlar mısın? Gözlerin ne renkti? Söyle kumralım senin benim adım neydi? Söyle kumralım benim adım neydi? Və hazırıq. Arxadanca görünür. Bilmirəm, amma maraqlı da deyil, çünki əsas öndən yaxşı görünür. Ümumi kombinim, tapçıqalarımı görmürsünüz, tapçıqalarımı görməyin. Belə ümumi kombinim budur. Altdan bir dənə şort ətək geyinmişəm, bu şortikdir. Üstdən də belə çox uzun, donvari bir kofta. Hələ ki, restoranlar falan olan yerdən keçməmişəm. Ona görə də şəhər biraz yox, çox adam var, sakitçilik deyil. Sadəcə o qədər də bəzəkli, düzəkli olan yoxdur. Ona görə biraz daha diqqət çəkirəm. Artıq başqa bəzəkli, düzəkli insanlar görmək istəyirəm mən oxşayan. Qabaqda əməlli video çəkiliş müsahibə gedir. Kimlənsə müsahibə götürürlər, amma halvına aid deyil deyəsən. Sadəcə o da nə qədər kamera çəkir, kimsə məşhur adamdır deyəsən. Bilmirəm kimdir, belə ağbaş kişidir. Yəqin bu Macarların nəyisə ola bilər, məşhur müğənnisi deyən nəsə. Sabah xəbərlərdə görürəm ki, dünya əhəmiyyətli insanıymış. Biabır oluram da tanımadığıma görə. Şu yolda 3 qız var. İndi görmürsünüz bilmirəm. Biri şeytan olub, biri ölü mələk kimi bir şey olub. Çox qəşəng görünür. Çox maraqlı görünürlər həqiqətən. Yanlarından keçəndə görüm çəkə bilsəm, çəkərəm sizin üçün. Orada bilmirəm gördünüz, görmədiniz. Bir dənə Jiguli kimi maşını idi. Ayda kaş təəssüf ki, göstərə bilmədim maşını. Baxıram hər kəs nə isə çəkir. Çöndüm, görmədim sadəcə. O da elə bildim Svetovara düşəcək. Dalınca qaçdım. Çəkə bilmədim, amma bir dənə qəlibə köhnə Sovet maşını kimi maşını idi və üstündə belə sanki meyid aparırmış kimi bəzəmişdi üstün. Çox maraqlı görünürdü. Biraz qorxulu görünürdü, amma çox maraqlı görünürdü. Nuranə də müsahibədə gecikir. Vəfadan ümumiyyətlə hələ bir xəbər yoxdur. Əslində mağazaların hamısı açıqdır, çünki saat hələ 8-ə işləyib də. Bilmirəm bu viddə mağaza gəzmək istəyirəmmi? Şəhərdə dəhşət çox belə qrimlənmiş uşaqlar var idi və hamısı o qədər şirin idi ki, təbii ki, valideynlərindən icazə ala bildiklərimin videolarını da çəkdim. Deməli, qızlar, sizcə qrupu kim oxumayıb? Maral makyajında. Nuranə hardasan? Bihter makyaj edib. Müsahilə də ki, Müsahilə makyaj edəmsən? Heç də, sadəcə smoky, hə. Bilirəm ki, rəylərdə soruşursunuz ki, necə gedir bu maraton, gluten free, laktoz free. Mən də gördüyünüz kimi irəliyir, nə yeyirəm, içirəm, paylaşıram ozda. Bir də bu qızlara baxın, çox xahiş edirəm. Bunlara baxın bir dənə, gəldilər, şəkərli bubble tea-lərini içirlər. Gluten var, laktoz var. Yəni burada hər şey var. Düzdür, çox ləzzətlidir, amma mən gözləyirəm biraz. Və falan görürsünüz qızlar. Və onun şirin bebeşini görürsünüz. Az qalıb. Beautiful night. Thank you. Buranı baxın belə bəzəyiblər çox qəşəng şəkildə. Ay Allah, bu nə? Buna baxırsan Allah. So nice. Thank you very much. Deməli qızlar, bu burgeri görürsüz. Artıq görmürsüz. Çünki Vüsalə bu burgeri yeyir. Vüsalənin laktoz free qrupundan atacaq. Mən indi makyajı necə silim? Bu makyajı mən necə silim? Mikrofonum zayıfqası qutardı. Onu qoydum şarja. Zayıfqada olsun, sonra sindən bir paketimizi açaq. Şəhər çox qəşəng idi. Yəni çox gözəl. O qədər insanlar o qədər qəribə kostyumlar geymişlər ki, insanlar o qədər özəniblər ki, halal olsun, həqiqətən halal olsun yəni. Necə yorulmuşam qızlar, necə yorulmuşam. Dəhşət. Gələn kimi tərəvəz kotleti vardı. Ondan 3 dənə yedim.
acından ölürdüm. Və nəhayət gəlin bu PR boksumuzu açaq. Çox yüngüldür, yəni içindən çox da var bir şey gözləmirəm. Yəni də hədiyyədir nəticədə. Yaxşı büküblər. Nə qoyublarsa içinə yaxşı büküblər. Çay içmək istəyirəm. Bəlkə makyajımı silim. Qəşəng bir dənə çay dəmləyək. Bir yerdə içək. Belə bir qutu. Sizinlə işbirliyi eləməkdən məmnunuq. Paylaşsaz, etiketləsəz bizim üçün yaxşı olar. Məhsullarımız falan. Bu nədir be? Ən məşhur məhsullarından göndəriblər. Göz kremi. Yes, göz kremi lazım idi mənə. Bir göz kremidir. Bunu gördüm. Peptid göz kremi. Bir də tonikdir. Gəlin açaq bir yerdə elə tonik işlədərik. Bundan gərək normalni bir dənə üz baxım çəkim ki, ayıbda da hədiyyə göndəriblər. Yəni çəkmək lazımdır. Cosrx'ın bunu bilmirdim. Bu nədir? Nə qəşəng bir şeydir bu. Bu deməli snail neydi? Snail. İlbiz salyanqozda, salyanqoz tərkiblidir. Ən yaxşısı neyniyək? Qəşəng mən shorts üçün bir dənə makyaj təmizləmə videosu çəkim. Bu video makyajdan da yaxşı olar. Bir də məhsulları birlikdə yoxlayarıq orada. Çayımızı da içdik. Çay göstərmədim mən deyəsən. Sizə güya çəkəcəydim. Nəysə, bir stəkanda çay içdik qəşəng. Yenə yulaflı kekisimdən baxmayaraq ki, saat çox gecdir. Dəhşət yorulmuşam. Amma deyirəm ki, bitən məhsulları da sizlə bölüşüm. Artıq bu zibilləri ataq. Yəni sürətli bir şəkildə bir-bir keçək. Bu amla yağlı L'Oreal'ın. Bu arada yeni öyrənmişəm ki, bu Azərbaycanda L'Oreal Elsev gedir adı, Elsev. Amma burada Elvital gedir adı. Amma eyni şeydir. Yəni Elsev, Elvital eyni şey deməkdir. Amla yağlı idi. İndi də jojoba yağlısını işlədirəm. Çox qəşəng şampondur. Çox bəyəndim. Saçı belə yumşaq edir. Gecə üçün nəmləndirici krem. Biraz qalın teksturadadır və yağlıdır, amma gecə vurursunuz da, yəni gecə boyu dərinizi nəmləndirir. Bəyəndim, amma belə uyda möhtəşəm. Bu olmasa yaşaya bilmərəm demərəm. Garnierin bu bomb maskası çox qəşəng maskadır. Həqiqətən də çox qəşəng nəmləndirir. Özəl günlərdə məsəl üçün harasa çox xüsusi bəzənmək istəyirəmsə, mütləq əvvəlcə bu nəmləndirici maskadan istifadə edirəm ki, dərini o qədər qəşəng nəmləndirir ki, makyaj üzünüzdə çox qəşəng qalır. Bu yenə saç boyasının içindən çıxan balzam, möhtəşəm balzam idi, amma olsa ayrıca almaq olmur. Deməli, danışmağa ehtiyac yoxdur. Yenə L'Oreal Elsevin və ya biz yaşadığımız ölkədə Elvital. Bu bənövşəyi şampunu. Rəng tonunu həqiqətən də dəhşət bərabərləşdirirdi. O barədə işə yarayırdı. Adi saç yağıdır. Mən bunu saç uclarına vururdum. Qoxusu çox qəşəngdir, amma belə xüsusi qeyri-adi bir özəlliyi yox idi. AB markasının 2 məhsulunu bitirmişəm. Set halındaydı bunlar. Biri tonikdir, biri də ki təmizləyicidir, üst təmizləmə geli. İkisi də möhtəşəmdir. Bu markanı çox bəyəndim həqiqətən də. Yəni işlədə bilərsiniz. Siz də Koreya markasıdır. Dior'un bu ətri çox qəşəng ətirdir. Mən bunu nə vaxt vurub çölə çıxsam, hamı deyirdi ki, oyda səndən nə qəşəng gəlir. Yəni bu xonçamda gəlmişdi. Uzun müddət istifadə elədim. O vaxt yadınızdadırsa ətirlərin qapaqlarını saxlayırdılar. Deyirdilər qəşəng gəlir. Mən elə bir şey görürdüm, yəni ki, ətrafdan ki, ətrin qapağını saxlayırdılar. Bir dəfə mən də öz ətrimi qutarandan sonra qapağını saxlamaq istəmişdim uşaq vaxtı. Anam atmışdı. Demişdi ki, zibil yığan deyilik. Bu şiqləmdən, bu zər çox pis. Normalda şiqləmin bütün məhsullarını xoşlayıram, amma bu qəribə bir şəkildə qurudu. Bunu əslində bir xeyli işlətmişəm. İşlətməmişəm, qurudu deyə bilmərəm yalanla. Bir xeyli işlətmişəm. Amma qəribə bir şəkildə elə bir ki, mayesi uçdu, getdi və özü zəri çökdü dibinə, belə qəribə, belə quru, belə baxın, belə qaxac kimi bir şey oldu. Estee Lauder'ın bu göz kremi, yəqin ki, nəsə deməyimə ehtiyac yoxdur. Möhtəşəm məhsuldur. Estee Lauder'ın digər bütün məhsulları kimi. ABI markasından serum, əla serum idi, heç bir problem yoxdur. Mükəmməl dərini qəşəng eləyir. 2 dənə bu səpki patisindən istifadə eləmişəm. Bunu o qədər də bəyənmədim. Bunun qara nöqtə maskası mükəmməldir, amma səpki patisi səpkinin üstünə qoyursan, gün boyu o səpkini azaldır. Azaldır, həqiqətən də azaldır. Amma bunun çox daha yaxşısını işlətmişdim. O daha yaxşı idi. Amma bir şey var ki, bunun hardasa 36 dənəsinə toplasan 5-6 manat almışdım. Amma o çox daha yaxşısını işlətdiyimi dediyimin 9 dənəsini 15 manat almışdım. O belə mikro iynəli idi. O ümumiyyətlə çox qəşəng idi. Bu Hask'ın keratin maskası, duşda istifadə olunan, yəni balzam kimi olan maskası əladır. Yumşaq və saç əlinizdə belə axır gedir. O qədər yumşaq qəşəng eləyir ki, təbii ki, Saharada bu dəqiqə əlimə artıq baxımdan çıxmısınız. Baxın, o cür qəşəng eləyir. Və sonuncu bu gün də istifadə etmək istədiyim, amma bitdiyini görüb çox pis olduğum bu Dior'un tonalisi. Çox qəşəng tonali, nə deyə bilərəm ki, yəni üzü
pambıq kimi göstərir. Əgər buna ayıra biləcəyiniz büdcəniz varsa, mütləq məncə bu tonalini yoxlamalısınız. Bitənlər bu qədər. Ümumilikdə də vloqda bu qədər. Ümid edirəm videomu bəyəndiniz. Kanala abunə olmağı, rəy yazmağı və videomu bəyənməyi unutmayın. Hər birinizi çox sevirəm. Yeni vloqlarda görüşərik. Hələlik.